Üçüncü. Beşinci. Alo. Hazırdır. Dördüncü. Bəli. Danışın. Çağırıram. Danışın. Beşinci. Danışın. Bu saat. Yuxarıdadır. Qoy mən özüm. Dördüncü. Danışın. Danışın. Alo. Üçüncü. Çağırıram. Laboratoriyanı verirəm. Beşinci. Danışın. Şəhər verirəm. Şəhərlə danışın. Üçüncü. Alo. Hazırdır. Dördüncü. Sizin nömrə cavab vermiş. Şəhərlə danışın. Üçüncü dəfədir ki çağırıram. Beşinci. Vallahi cavab And vermiş. içmek lazım değil. Alo. Axı oynamır Boy mı? inanmasın, kıyamet kopmaz ki. Körpülü. Məşğuldur, gözləyin. Bu dəqiqə. Beşinci. Danışın. Üçüncü. Dedim ki şəhərlə danışın. Dördüncü. Buyurun. Hazırdır. Danışın. Elektrik Beşinci. Cavab ver. Dincine. Beşinci. Məşğuldur, gözləyin. Dördüncü. Gözləyin. Bəli. Ben Hazırdır. eşidirim. Danışın. Buyurun. Beşinci. Alo. Beşinci. Bu saat. Alo. Danışın. Alo, cavab vermir. Hazırdır. Dincel, size əvəz edərəm. Gəl çörəyi. Sağ olun, gecələr yemirəm. Daha səhər açılır. Heç səhərlər də iştaham olmur. Qorxursan kökələsən? Hey fikirləşirəm. Bu qədər zəng hardan vurulur? Axı elə bil bu böyüklükdə zavodda bir kimsə yoxdur. Ancaq biz yarımca saat zənglərə cavab verməsək, onlar bizim bu xırdaca yuvalardan çıxar. Zavodun həyətində o baş bu başa qaçar. Biri-birini axtarar. Ürəyini boşaldar. Axı bilmirlər hirslərini kimin üstünə töksünlər. Yox, onlar nəzakətli də olurlar. Hə. İstədikləri adam tapılmayanda yalvarırlar ki, axtar tap. Olar mən oturum. Danışın. Kaş mən hər gün gecə növbəsində olaydım. Ne üçün? Çünki gecələr şəhərdən az zəng vururlar. Bir də ki, 4-cü sexin rəisi deyəsən axı bu vaxtlar zavoda gəlmir. Üçüncü kimdir burada? Budur, gəldi. Kimdir üçüncü? Sən istəyir. Üçüncü mənəm. Ben dördüncü sexin reisiyim. Mən burada təziyəm. Yəqin onlar da